qonaqlarımız. Bahar ətibli may ayında hər birinizi xoş gördük. Bu dəfə tədbirimizdə fərqli bölgələrdən gələn şəhid ailələri qonağımızdır. Hər zaman olduğu kimi bu tədbirimizdə də hazırladığımız kompozisiyalarla könlünüzü oxşamağa çalışacaq. Və əminəm ki, bu tədbirdə digər tədbirlərimiz kimi hər birimizin xatirəsində gözəl izlər bırakacaq. Elə isə gəlin, bu vətən uğrunda, xalq uğrunda, millət uğrunda, bizim rahat nəfəs ala bilməyimiz uğrunda, canından keçən qəhrəman oğulların xatirəsini bir dəqiqə alçıqlıqla yad edək. Daha sonra da Azərbaycan Respublikasının dövlət himni ilə tədbirimiz açıq elan olsun. Bölgələrdən gələn şəhid analarımızı yaxından tanıyaq. Mən onları təqdim edim. Onlar ayağa qalxsındır. Həm qonaqlarımız tanısın, həm də bir gürultulu alqışlarla onları alqışlayaq. Daha sonra şarkılarımız hazırladıqları kompozisiyaları sizlərə təqdim edəcəklər. Elə başlayaq. Tək oğul övladını vətənə qurban verən, yeganə oğul övladını itirən, Lənkərandan, əslən Lənkərandan olan qəhrəman şəhidimiz Həsənağa Abdullah-Zadənin anası Səmilə anamız. Kürdəmirdən gələn anamız. Kürdəmirin 44 günlük vətən müharibəsində ilk şəhidi olan Turov Qartalı adlanan Adəm Əliyevin anası Akif anamız. Uzun illər hərbi xidmətə ömrünü həsr eləyən, 3 övladını vətənə, xalqına əmanət eləyən Çoban Nurmətovun anası Qusardan qonağımızdır. Bir alqışlar gəlsin Raziyə anamıza. Mayor Kənan Zamanovun anası Şüküf anamız Qusardan gəlib. Sən anamız da 3 övladını vətənə eləyəndir. Üç bacının tək qardaşı Oleg Cəfərovun anası Günaydın anamız Qusardan qonağımızdır. Xudafdan gələn anamız bizim dəyərlimiz, bizə Xudatı sevdirən anamız. Fəxrədə Fərəcovumuzun anası Bahar anamız bizim qonağımızdır. Afət anamızı zaten tanımayan yoxdur. Nəinki Sumqayıtda, bütün bölgələrdə və bugün burada iştirak edən şəhid analarımın əksəriyyəti də məhz Sumqayıt deyəndə, bura ilk gələndə Afət anamı görmək istəyirlər, Afət anamı ziyarət eləmək istəyirlər. O mənim bütün tədbirlərimin baş tacıdır. Bugünkü tədbirimizin də baş tacı Sumqayıt şəhidimiz, evin yeganə övladı Rüfət Mustafayevin anası Afət anamı. Və Sumqayıtın daha bir qəhrəmanı, 128 gün komada qalıb şəhadətə ucalan,
Hacəddin İsmailzadənin anası Aygün anamız. Və onu da qeyd edim ki, bugün bu tədbirlər sizə gəlməsində mənimlə birlikdə təşkilatçılığında əziyyəti olan anamız Aygün anamız da çox sağ olun. Yanımda olduğunuz üçün, verdiğiniz için. Günay xanımı təşəkkür edirəm, ev sahibliyi etdiyi üçün və Sumqayıtda olduğumuz üçün, bura bizə doğma olduğu üçün, gələn qonaqlarımızı da məhz öz doğma məkanımızda qarşıladığımız üçün ilk şeir töhfəsi Sumqayıtın evin yeganə övladlarından olan qəhrəmanı Rüfət Mustafayevin töhfəsinə gəlsin. Nuray İlyasovanın ifasında. Ay Rüfət, mənə doğma olmuşsan, üzünü görməsən də ürəyimə dolmuşsan. Mən bir ildir hər gecə sənə şeir yazıram. Bütün ömrüm boyunca yazmağa da hazıram. Mənim afət anamın gözlərinin yaşısan. Sən ki zöhrə batanın qəlbinin sirdaşısan. Vay evin bir dənəsi. Sənsiz boşdur bu dünya, yaxşıların taleyi. Yaxşı olurmuş ya. Bəs niyə taleyinə ömrün qısa yazıldı? Ömrün qalan günləri bir can da pozuldu. Şəhid qardaşım mənim, unutmadım sən. Sən heç zaman görmədin, heç tanımadın məni. Əslində gözəl bir təsadüflə qarşılaşdıq. Mənim qızımın da vaxtı ilə üzvü olduğu, getdiyi 7 saylı Günəş bağçasının balaca fidanları bugün Bayraq Muzeyini ziyarətə gəlmişdilər. Elə bugün tədbirimizin də başda rəhbərlik olmaqla bütün müəllimlərə təşəkkür edirəm, bütün balacalara təşəkkür edirəm və istər məktəb, istər də qeyri hansısa bir şərtlərin təşkillərin görə bu rəqama dönür. Bilirəm ki, mən tək deyiləm. Arxamızca gələn nəsil onları unutdurmaz. Və bugün də bu balacanın əlində Rüfətin şəklini gördüm. Elə istəyirəm ki, şeir töhfəsini balaca Muradımız versin, daha sonra musiqi nömrəsi ilə tədbirimizi davam edək. Buyur Murad. Möhkəmdir. Titrək əllər